Manqal Tüstünün ikinci buraxılışı ilə qarşınızdayıq. Bugün çox maraqlı bir qonağımız var. Manqal Tüstüsü ətrafında çox maraqlı söhbətlər üçün izləmədə qalın. Layihəmizin növbəti qonağı dəyərli millət vəkili Vüqar İskəndərovdur. Vüqar bəy, xoş gəlmişsiniz. Xoş gördük. Gərgin iş saatları arasında bizə vaxt ayırdığınız üçün sizə minnətdarlıq bildirirəm. Təşəkkür edirəm. Ümid edirəm manqal ətrafında maraqlı söhbətlərimiz olacaq. Mən manqal ətrafında işlər görə sizə suallar verəcəm. Siz mümkün qədər mən işlədiksə siz cavablandırırsınız. Tatlı sual olacaqdır, tatlı sual. Bəli, mütləq, məhsullar kimi. Vüqar bəy, ölkə gündəmini mütəmadi olaraq izləyirsinizmi? İzləyirsinizsə hansı kanallar vasitəsilə, hansı media kanalları, ad olaraq yox, yəni hansı şəbəkələr vasitəsilə izləyirsiniz? Təbii ki, yəqin ki, məlumatlısınız. Biz daha çox mediada oluruq, televiziya proqramlarında. Elə buradan televiziyadan çıxıb gəlmişəm bura bir canlı efirdən və yaxud da ki, açıqlamalar veririk və biz mütləq surətdə hətta saatlarla, məsəl üçün biz dəyişən, dəqiqələrlə xəbərlər dəyişir. İndi bir informasiya dövründə yaşayırıq. Ona görə bütün baş verən, dünyada baş verən, ölkəmizdə baş verən hadisələri anban izləmək bir məcburiyyətimiz də var. Həm də bu bir sonradan peşənin bir tərəfinə çevrilir. Nə mənada? Məlumatın içində olmağa çalışırsan. Həm işimiz tələb eləyir. Sizin kimi jurnalistlərlə görüşürük, müsahibələr veririk, açıqlamalar veririk efirlərdə. Həm də ki, artıq bu bir növ yaxşı mənada xəstəliyə çevrilir. Məlumatı öyrənmək, bilmək, bütün hadisələrin içində olmaq. Ona görə də təbii ki, hər an hətta çalışıram izləməyə. Resurs olaraq təbii ki, internet resurslarından, çünki əlimizdə olan telefonlardan, internet vasitələrindən, çünki otaqda demək olar ki, mən az olan deputatlardanam, otaqda çox az oluruq, kabinetdə, görürük, izləyirik. Tədbirlərdə və yaxud da ki, digər yerlərdə və ona görə də telefonumuzdan və internet resurslarından. Belə deyək, hansısa bir xəbər sizin diqqətinizi çəksə və o hadisə ilə bağlı hansısa bir addım atılmalısa, amma sırf sizin öhdəliyiniz deyilsə, sadəcə hansısa bir köməkli, hansısa bir dəstək o addımı atırsınızmı? Yəni sırf sizə aidiyyatı yoxdur, amma düşünürsünüz ki, mən bu məsələnin həllində müəyyən köməkli göstərə bilərəm. Çox yaxşı sualdır. Bu belə vətəndaş mövqeyi kimi də ifadə eləmək olar bunu. Bir vətəndaş olaraq, əgər həqiqətən də məsələ tutaq dövlətimizlə bağlıdırsa, çünki dövlət müqəddəsdir. Onun bu mənada vətəndaşın mövqeyi olmalıdır. Bu insanların taleyi güclü məsələlərlə bağlıdırsa və mənim orada həqiqətən də heç kimini çağırmayıb, heç kim mənə onu deməyib, amma mən görürəm ki, orada mənim bir köməyim dəyə bilər, bir orada əlim bir daşın altında ola bilər. Mən mütləq surəti, bəlkə də papası çıxır biraz, amma həqiqətən də belədir ki, mən çalışıram ki, mövqeyimi mütləq surətdə ortaya qoyum, hansısa formada bir dəstəyim olsun. Bu mənada ümumiyyətlə bir ölkənin vətəndaşı olaraq, əsl o vətənin daşı olaraq düşünürəm ki, vətənpərvər insanlar, bu dövlətin xalqını sözün əsl mənasında real bunu sevən insanların da məncə mövqeyi belə olur. Bildim, çox sağ olun. Mən sizin müsahibələri də izləmişəm, hətta bəzi müsahibələriniz milyonlarla baxış alıbdır. Yəqin ki, özünüz də təkrar izləyirsiniz bəzi. Bəs rəylərə fikir verirsinizmi haqqınızda yazılan rəylərə? Məsəl üçün 3 milyon baxış alan bir video yəqin ki, kifayət qədər rəyləri olur həmin videoların. Orada sizin haqqınızda yazılan rəylərə baxırsınızmı? Baxırsınızsa sizin üçün yadda qalan hansısa bir rəy, fikir olubmu izləyici tərəfindən? Demək olar ki, baxmıram. Nəyə görə? Çünki təzə vaxtı, yeni vaxt düzünə qalıb baxırdım və sonra onu tərcih etdim. Niyə görə? Çünki biz siyasi proseslərin içindəyik, siyasətçiyik və bizə baxışlar da yekins deyil. Fərqli insanlar var, fərqli nəyisə anlayanlar var və nəyə görəsə də cəmiyyətdə biraz aqressiya da var. Bilirəm hətta nəyə görə aqressiya, amma var aqressiya da var. Ona görə o bizim işsəv fəaliyyətimizə ziyan vura bilər. Mən də biraz bəlkə də duyğusallığım da var. Yəni tutaq ki, real həyatın tələbləri var. Yəni sən burada biraz soyuqqanlı olmalısan. Evet. Elə mövqeylər var ki, orada sən mövqeyini kəskin qoymalısan, heç nəyə baxmalı deyilsən qərar verəndə. Amma məndə digər tərəfdə var, bir duyğu da yaşayan insan olduğum üçün biraz mənə təsir göstərə bilir o. Ona görə də artıq son illərdə rəylərə baxmıram. Bir sual da verim sizə fəaliyyətinizlə bağlı. İnsanlar arasında
deputatlar xalqdan uzaqdır fikri var. Belə bir fikir formalaşıb, yəqin ki, bunu bilirsiniz. Siz bu fikri dəyişmək üçün hansı addımlar atmısınızmı? Belə fikirləri eşidirik, oxuyuruq, amma mən o fikirləri obyektiv saymıram. Məni tanıyanlar bilirlər ki, bu sözün tam əksini mən yaşayıram. Bunu çox belə qürurla da deyirəm. Bunu heç vaxt özündən razılıq kimi mən tanıyanlar anlamayacaq. Buna bugün bizi dinləyənlər, bizi görənlər. Çünki bilirlər ki, mən əksinə seçildiyim vaxtdan bu günə qədər mən əksinə tamamilə insanların yanındayam. Mütləq olaraq mən inanın ki, insanların içindəyəm. Bütün kiçiyindən, böyüyündən asılmayaraq çağırılan yerlərə, imkanlarım daxil tədbirlərə iştirak edirəm. Hətta bunu mənə irad tutanlar da olub ki, mən lap çox olsa sərqəl elə bil. Çox görünürsüz, çox görürlərsiz deyənlər də var. Mən hətta bu irad kimi bunu almışam. Ki elə bilsiz, çox tədbirlərdə görürük sizi. Hər yer gedirsə elə bilsiz. Hətta bunu deyənlər var. Mən onları qulaq asıram, tənqid kimi də qəbul edirəm desinlər. Amma mənim tutduğum yol var. Mən də söyləyirəm ki, elə parlament üzvünün, deputatın, elə hökumət digər məmurlardan fərqi xalq tərəfindən seçilməsi və elə xalqın yanında da olmasıdır. Siz Azərbaycan cəmiyyətində vətəndaşlar millət vəkillərindən həddən artıq çox şey gözləyirlər, yoxsa səviyyəsində? Vətəndaşlara desək çox şey gözləyirlər, minnət qoymuş olarıq. Amma düşünürük ki, kifayət qədər Tələ cəmiyyətimizdə Milli Məclisin deputatı, yəni bizim konstitusiya ilə vəzifəmiz belədir. Milli Məclisin deputatının səlahiyyətlərini kifayət qədər əhali kütləsini doğru anlamırlar. Hə. Misal üçün, yəni icra hakimiyyəti, yəni üç hakimiyyət qolu var da, yəni qanunverici hakimiyyət, icra hakimiyyət, məhkəmə hakimiyyəti. İcra hakimiyyətin səlahiyyətlərində olan məsələləri qanunverici orqanın üzvlərindən tələb edirlər. Hətta bunun icrası üçün sorğu göndərirlər, müraciət edirlər. Ona bu bizim səlahiyyətimizə aid deyil məsələsi deyiləndə tənqid atəşinə tuturlar. Misal üçün biz vətəndaşlarla qəbul keçirik ayda 2 dəfə. Mütləq görüşürük. İnsanların xahişlərini, tələblərini, müraciətlərini qəbul edirik və onlar yerində həll olanlar da var. Bir çoxunu da təbii ki, müvafiq olaraq həmin o müraciətlərə uyğun icra hakimiyyətlərinə, nazir işlərə, komitələrə, yerli icra hakimiyyətlərinə yönləndiririk. Bizim işimiz burada bir növ nərdivandır, vasitəçidir. O insanlarla o icra edəcək orqanın arasındakı bir nərdivan rolunu oynamağa çalışırıq. Sonra da amma o iş baş tutmayanda yenə bizə deyirlər. Çünki icra tərəf biz deyilik. Parlament qanunverici orqandır. Qanunların yazılması, hazırlanması, əsas verməyə çıxarılması, deputatın digər səlahiyyətləri də var. Təbii ki, xalqın içində olması, tədbirlərə iştirak etməsi, siyasətçi olaraq ölkənin mənafeyinə uyğun siyasət proseslərində iştirakçı olması, təmsil etməsi və s. və ilə axır. Amma həqiqətən də çox vaxt ümumiyyətlə bizə bağlı olmayan, bizdən mütləq surətdə heç bir asılı olmayan məsələləri bizə deyərək və onun icrasını da bizdən tələb edərək kifayət qədər tənqid edirlər. Bu da düşünürük ki, hələ insanlarımızda necə ki, media savadlığı artmalıdır. Eyni vaxtda da insanlarımızda hüquqi biliklərin də səviyyəsi daha çox artmalıdır ki, insanlar tutaq ki, nazirlə, deputatla, agentlik rəhbəri ilə, icra hakimiyyəti ilə, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri ilə Milli Məclis deputatlarının, parlamentin səlahiyyətlərinə olan məsələləri qarşılmadan biz bunlara heç bir irad kimi bildirmirik. Əhaliyə heç vaxt bunu izah eləməyə çalışırıq. Çox belə xoş rəftarla, xalqa heç nə minnət qoymaq olmaz, xalqa sən düz demirsən olmaz. İzah eləməyə çalışırıq, amma həqiqətən də ümumi olaraq əsas da sosial şəbəkə əsasında biz haqsızlıqları görürük, həqiqətən. Yəni, ən çox tənqid olunan, dəxli olmayan, ən çox üstünə gəlinən, bununla təsəlli ilə alırıq. Düşünürük ki, haqq düşünür ki, qardaş, səni mən seçmişəm, o icra orqanıdır, təyin olunub tutaq ki, səni mən seçmişəm, sən də mənə bunu cavab verməlisən. Biz də onu qəbul edərək çalışırıq ki, imkanlarımız daxil ən azı
səlahiyyətimizdə olmasa da ən azı hüquqi tərəfini izah eləyib daha doğru yolun tutulmasına yardımcı olmağa çalışırıq. Yol göstərmək də özü bir kömək. İnanın ki, bunu eləməyə çalışırıq. Hər birimiz. İnanın burada heç bir deputat, bax mən bunu məsuliyyətlə deyirəm. Bu mənada heç vaxt geri durmur. İmkanları daxilində dəstək verməyə çalışır, amma imkanlar daxilində olmalıdır. Bu cərimə ballarla bağlı sizin düşüncəniz nədir? Bu son zamanlar gündəmdə deyə belə. Bəli, tam razıyam, azdır. Biz də həmin çətinlikdəyik. Bizim sürücümüz də, mənim sürücüm də həmin çətinlikdədir. Cərimə balının tamamilə sonundadır. Bu həqiqətən artırılmasına ehtiyac var. Mən sırf bu mənada real yanaşıram. Düşünürəm ki, bal çox tez çatır. Bal limiti azdır. Mən düşünürəm, bəli, insanlar qanun riayət eləməlidir. Balın olması çəkindirici məsələdir və cərimələr cəmiyyətin tənzimlənməsi üçündür. Amma biraz yuxarılarda 25-in, 30-un üstündə olmasının tərəfdarıyam. Orada bir nüans qeyd edir. Dediniz, mənim sürücüm də artıq limitə yaxınlaşır. Bəli, Bu düşünürəm ki, izləyicilər tərəfindən onunla bağlı yazılacaq ki, sizin sürücünüzə də bal yazılır. Vətəndaşlarda belə bir fikir var ki, əgər deputat sürücüsüzsə, deputata aid avtomobildirsə, ona heç bir halda nəsə... Yox, yazılır. Biz eyni cürə cərimələri biz də və çoxlu cərimələr ödəyirik, inanın. Biz bu mənada şəxsən hamı hətta sorğu edib öyrənə bilər. Biz əksinə, biz cərimələr ödəyirik. İmkanlarımız daxilində mən bütün qayda qanunlara riayət edən insanam, sürücümüz də. Amma neynəsək də yollardayıq, şəhərdəyik, trasdayıq, regionlara, rayonlara. Neynəsən də hardasa bir cəriməyə düşürsən, cərimə olunursan və biz də eyni cürə vətəndaş kimi bizim bu immunitetimiz yoxdur. Yəni biz də cəriməni necədirsə qanun elə də ödəyirik. Bizim manqalçılar demək olar hazırdır. Elə bununla bağlı sizə bir sual verim. Mən özümə də maraqlıdır ki, bir deputatın, bir millət vəkilinin günü necə keçir? İş saatlarına çıxmaq şərtlə onun təxminini bilirik. İşdən sonraki vaxtı necə dəyərləndirirsiniz? Xüsusən də istirahət günləri olsun, istirahətlə bağlı tətillər olsun. Bizə çox maraqlıdır. Sualın qoyuluşundan səhvini deyəcəm. Çünki bir Milli Məclisin deputatının iş saatları olmur. Yəni bizim 9-6 turnikəyə keçdin, gəldi, belə bir şey olmur bizdə. Sənin mütləq surətdə, məsələn, biz 2-ci, 5-ci günləri bizim olur sessiyamız, plan iclas, komitə iclaslarımız olur. Digər məsələləri bizim öz proqramımızdır. Misal üçün, mənim nə 6-cı günüm yoxdur, nə bazar günüm yoxdur. Elə vaxt ola bilər ki, həftənin ortasında qrafikim az ola bilər. Vaxtım olanda ən sevdiyim, mənə yaxın olan dostlarımla çox sadə forma oturub bir çay içmək, söhbət eləmək, bir-birimiz yəni görüşmək. Çünki həmişə bunu elə bilmirik. Və yaxud da ki, mənim ən sevdiyim musiqidir. Mən musiqi ilə də məşğul oluram. Ondan yuxarı alətdə ifa edirəm, oxuyuram da və ciddi vokalla da məşğulam. Əgər boş vaxtım da olsa, ən sevdiyim də musiqidir. Bir karaokedə çox tək gedirəm hətta. Özüm üçün və yaxud da ki, dostlarımıza həqiqətən də gedirik. Çox yaxşı. Burada bir hətta bir mini konsert veririk. Əla. Keçək masaya istəyirsiniz. Hazır masa ətrafında əyləşmişkən sizə bir sual verim. Gündəlik istehlak səbətində, yəni bazarlıq eləyər kimi orada desək, yerli məhsullara üstünlük verirsiniz, yoxsa ixal olunmuş məhsullara? 95% yerli. Mən yəni bu yalnız milli məsələ kimi deyil, həm də bizim mallar hələ də dünyanın biz gedirik, görürük. Orqanik olaraq öz məhsullarımız daha təbiidir, daha hələ təmiz qalıb, kifayət qədər. Əsas da regiondan gələn, Şəkidən çalışıram ki, gətirim, gəlsin daha çox oradan. Acaba bazara gediriksə, özüm bazarda gedirəm və yaxud yoldaşım eləyir, həyat yoldaşım. Ərzaqla bağlı mütləq əksəriyyəti öz yerli məhsullarımıza təkrar edirəm ki, hal-hazırda dünyanın nələr baş verdiyini görürük. Hətta inanın ərzaqların da tərkibini hal-hazırda yeni yanaşmada elə şeylər bəzəyirlər, amma tərkibini nələrsə qatılır, cürbəcür artırırlar, süni surətdə başqa-başqa ilə qatırlar. Ona görə də hələlik Azərbaycan məhsulları, özümüzün o təbii çıxan məhsullarımızdan yaranan mən inqrediyentləri daha çox sevirəm, seçirəm
və övladlarım da çalışıram ki, onlarla qidalansınlar. Nuş olsun. Yeri gəlmişsə hamısı yerli məhsullardır da bu. Baş sponsorumuz Halal Nimət Mübərəkəti məhsullarıdır. Son 2 sual verim sizi, toy qabağı çox saxlamayın. Bildiyim qədər toya gedirsiniz bugün. Bugün qarşınızda mənim yerimə 20 yaşlı Vüqar İskəndərov otursaydı, əyləşsəydi, ona hansı tövsiyələr verərdiniz? Buraxdığım səhvləri özümün çalışardım ki, ona deyim, buraxmasın. Real yaşamağı, mütləq surətdə yaxşı təhsil almaq, bilikli olmağı və o çox azdır. Biliklə bərabər mütləq indiki dövrdə o adamlar ki, uğur qazanacaq, kimlərdir? O adamlar mütləq biliyi bacarığa çevirən insanlardır. Evet. Yalnız bilikli olmaq sənə həyatda çox az şey verə bilər. O insanlar uğur qazanacaq ki, biliyi bacarığa çevirəcəklər. Bir, gənc biliyi bacarığa çevirsin. Vüqara deyə bilərəm. İkincisi, az deyinsin, az narazı qalsın, çox işləsin. Biraz az yatsın, yatmaq imkanlarımız olacaq. Mütləq surətdə çox işləsin, çox oxusun. Yəni o şeylər çox eləsin, yorulmasın onlardan, doymasın. Onların acı olsun. Bir də çalışsın, biliyi bacarığa çevirməklə bərabər, ikinci çox vacib, networking deyirlər, yaxşı əlaqələr qursun. Şəbəkələşmə. Şəbəkə mütləq əlaqələrdən yaxşı qursun. Məktəb uşaqlarından da, universitet oxuyacaq institutdan da, əsgərlik xidmətindən də olan dostlarını və ətrafda insanlarla əlaqələrin qurulmasında daha çox təşəbbüskar olsun. Düşünürəm ki, bu da uğur qazanmaq üçün çox vacib keyfiyyətdir. Bir də ən vacib məsələ dünyamızın hal-hazırda həsrət qaldığı bir şey var, mərhəmət. Mərhəmətli olsun. Orada oxumaq dediniz, insan daha çox oxumalıdır. Oxumaq istəyən adamlar var, deyək ki, oxumağa başlamaq istəyir, amma təcrübə yoxdur deyə gedir, bilmədiyi kitablar alır, bir yarıya qədər oxuyur, sonra deyir, bunu mən neynirdim. Ona görə də siz çox oxuduğunuzu nəzərə alaraq izləyicilərimizə bir kitab məsləhət görmenizi istəyərdim. Hansı ki, başlanğıc üçün. İnsan kitab oxumağa başlamaq istəyirsə, ona bir kitab, ən sadə kitablardan biri də ola bilər. Bunu iki hissəyə bölmək olar. Birincisi, əgər bədii kitabdırsa, Azərbaycan ədəbiyyatından, məsəl üçün mən İlyas Əfəndiyevi sevmişəm, o vaxt oxumuşam, bu gün də oxunur. Əgər şeirdirsə, bu Bəxtər Vahabzadədir, Ramiz Rövşəndir, Səməd Vurğundur, bununla və s. saymaq olar. Hər şey var onun içində və ya klassiklərdən Nizamidən başlamaq olar. Amma dünya ədəbiyyatıdırsa, indi o qədər əsərlər var. Mən özümü necə tanıdım əsəri var. Necə tanıdım. İki məna verir. Necə tanıdım. Necə tanıdım. Misal üçün bir də əgər bədii əsərdirsə, mən Jack London əsərləri sevirəm. Bu gün də hələ də oxuyuram. Bitirdiyim var, yenə oxuyuram qayıdıb. Carnegie'ni sevirəm. Olduqca Tolstoy sevirəm və doymadan bunları oxuyuram və Azərbaycan klassiklərindən də düşünürəm ki, Nəsimi hələ tam öyrənilməyib. Əgər kiçik yaşlı uşaqlar mütləq nağıl oxumalıdırlar. Mütləq. Mən ən çox bazam nağıldır. Siz çox kitab saydınız. Ümid edirəm ki, izləyicilərimiz oradan öz seçsidə kitablara baxacaqlar, amma mən istərdim ki, bizim videonun altına rəy yazan izləyicilər arasından istənilən bir rəy, ən çox bəyənmə toplayan şəxsə 5 kitab hədiyyə edeyim. O kitablar qalib seçilən vaxtı sizlə məsləhətləşdim. Siz hansı kitabları məsləhət görsəniz, 5 kitab tərəfimizdən ən çox bəyənmə gələn izləyici hədiyyə olunacaq. 3 mən alıram, ikisini siz. Gəl belə danışaq. Siz sadəcə kitabların adını məsləhət görərsiniz. Hətta hədiyyənin verilməsi prosesində mən iştirak edirəm. Öncədən danışarsınız. Razılaşdınız sizlə. Son bir sualım var idisə, biraz duyğusal, biraz emosional sual ola bilər, amma çox səmimi cavab istəyirəm. 10 il sonra, bu rəqəm təxmin edirəm, 15 il ola bilər. 10 il sonra Vüqar İskəndərovun necə biri kimi xatırlamağını istəyərdiniz? İstəyirəm elə xatırlanım ki, uşaqlarım, övladlarım, yaxınlarım mənə utanmasın. Dostlarım, mənim dostum olduğu üçün övladlarım mən olan valideyn olduğum üçün utanmasın. Çünki həyat göstərici praktika öz dövründə öz üçün yaşayan insanlar həyatını yaşayıb.
Amma mənfi həyat yaşayıb bu gün onun nəvələri o soyaddan əzət çəkirlər. Tərsinə insanlar yaşayıblar, elə gözəl həyat yaşayıblar ki, o nəticələri heç onu görməyib. Amma o soyadı daşıyıcıları, o şəcərədən, o nəsildən olduqları üçün bu gün onlara uğur qazanırlar. Yəni o insanların, hətta sən düşünmə ki, ölüb gedəcəm, mən həyat yaşadım da. Yəni bizdən sonra qoyduqlarımız varsa, düşünürəm ki, elə imkan daxilində yaşamaq lazımdır ki, adına heykəl qoyulmasın, küçə olmasın, onlar hamı üçün olan məsələ deyil. Rəhmət oxusunlar. Amma ən azı rəhmət oxusunlar. Bir də çox vacib deyirəm, mənim övladlarım, mənim yaxınlarım, mənim yaxın olduqlarım üçün, övladlarım olduqları üçün utanmasınlar, əksinə imkanlarım daxilində yaşamaq istəyirəm ki, mənim adımdan qürur duysunlar. Ən vacib, pafosdan kənar deyirəm bunu, mənim ən ülvü arzumdur. İnşallah deyirəm bu sözlərə. Çox təşəkkür edirəm sizə. Sağ olun. Burada çox səmimi söhbət oldu. Düzdür, mən baxıram siz bacardığınız qədər bütün tədbirlərdə iştirak etməyə çalışırsınız. Bizə də bu verilişin ilk mərhələləri deyə bizə böyük dəstək göstərmiş olursunuz. Sonralı olsa bu standart qəbul olunardı, amma ikinci buraxılışımızda bizim xahişimizi nəzərə alıb burada bugün iştirak edirsiniz. Söhbətlər çox xoş oldu. İstənilən mövzu ətrafında, istənilən mövzu haqqında çox dəyərli fikirlər bildirdiniz. Sizlə tanışdığıma da çox şad oldum. Qarşılıqlıdır. Təşəkkür edirəm. Mən də sizin efirə, proqrama uzun ömür arzulayıram. Çox sağ olun. Çoxlu tamaşaçı, izləyici arzulayıram. Çox əsas odur ki, yaxşı danışdırırsınız. Yəni bu da bir bacarıqdır. Çox da insan danışmaq istəyir, amma onu danışdıran lazımdır. Siz də bacarıqlı olaraq bu tərəfdən mən də sizdən o mən razılığımı bildirirəm və sizin proqrama, efirinizə uğurlar arzulayıram. Milyonlar izləyiciləriniz olsun. Maarifləndirin, inkişaf eləyin. Ölkəmizin hər tərəfli inkişafına siz də öz sahənizdə töhfələrinizi verin. Çox sağ olun dəvət etdiyiniz üçün. Sağ olun, bir də minnətdarım. Sağ olun.